Fermerin rifahı aqrar sahənin inkişafıdır. Ənənəvi olaraq məhz bu sözlərlə bugünkü verilişimizə başlayırıq. Fermerin real dostu efirdədir. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Biz davam edirik. Fermerin real dostuna baxırsınız. Əziz fermerlər, hörmətli tamaşaçılar və zəhmətkeşlər, bugün Fermerin real dostunda yenə də dövlət proqramı ilə bağlı bir çox məsələlərə toxunacaq və konkret desəm, heyvandarlıqla bağlı söhbətimiz olacaq. Ümumiyyətlə bilirsiniz ki, kənd təsərrüfatının inkişafına dair yeni dövlət proqramı bir neçə istiqaməti əhatə edir. Bu mənada heyvandarlıq da vacib məqamlardandır. Görəsən heyvandarlığın inkişafı ilə bağlı hansı planlanma var, hansı işlərin görülməsi nəzərdə tutulub 2026-2030-cu illərdə? Bax, bu və digər sualları qonağıma ünvanlayacağım. Qonağımız Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Siyasəti şöbəsinin müdürü Bayandur Rızayevdir. Bayandur müəllim, mən sizi salamlayıram, fermerlərin görüşünə xoş gəlmişsiniz. Çox sağ olun Ruslan müəllim, mən də sizləri salamlayıram və eyni zamanda bizim geniş auditoriyası olan fermerlərimizi salamlayıram və hər vaxtların xeyir olmasını diləyirəm. Təşəkkür edirəm. Bayandur müəllim, siz peşəkar mütəxəssissiniz, uzun illər bu sahədə çalışan bir adamsınız, həm də Kənd Təsərrüfatı Nazirliyinin, yəni aqrar siyasəti, dövlətin aqrar siyasətini yürüdən, həyata keçirən Kənd Təsərrüfatı Nazirliyində birbaşa heyvandarlıq və balıqçılıq siyasəti şöbəsinin rəhbəri kimi və eyni zamanda təbii ki, dövlət proqramı ilə bağlı bir çox məsələləri ona görə istədim ki, elə sizdən soruşaq fermerlərin qarşısında. Söhbət açdığım, yəni kənd təsərrüfatının inkişafına dair dövlət proqramında heyvandarlıq sektoru üçün əsas, vacib, ən ümdə prioritetlər hansılardır? İstəyərdim ki, söhbətə buradan başlayaq. Ölkə başçısı möhtərəm cənab prezidentinin cari ilin may ayının 25-də verdiyi sərəncam, 1044 sayılı sərəncamla ölkədə aqrar sahənin, xüsusən də kənd təsərrüfatının və balıqçılıq, akvakultura sahəsi ilə bağlı verdiyi sərəncamda təbii ki, heyvandarlıq kənd təsərrüfatının əsas istiqamətlərdən biri sayılır. Gəlin belə danışaq, bugün heyvandarlıq hansı vəziyyətdədir və biz hara gedirik? Və qəbul olunmuş proqram bizə nə verəcəkdir? Məsələni diqqətinizə çatdırmaq istəyirəm ki, ölkədə hal-hazırda iri buynuzlu heyvanların baş sayında kifayət qədər say bəllidir. Ancaq heyvanların cins tərkibinin hansı cinslərdən olmağı bizim məhsuldarlığımıza və bizim növbəti 5 ildə artımımıza necə təsir göstərəcək? Bu bir sualdır. Və qəbul olunmuş dövlət proqramında möhtərəm cənab prezidentin birbaşa belə deyək, iştirakı ilə, rəhbərliyi ilə aparılan hansı ki, təqdimat olundu möhtərəm cənab prezidentə, müşavirədə təqdimat olundu və təqdimatda Nazirliyin qarşısına qoyduğu məsələlər nədən ibarət oldu? Xüsusilə iri buynuzlu heyvandarlıqdan söhbət gedirsə, iri buynuzlu heyvanların hal-hazırda cins heyvanların, cins dedikdə daha məhsuldar, daha belə deyək ki, çox məhsul verən, daha çox ət verən, süd verən heyvanların sayının ümumi sürüdə, ümumi naxırda faiz hesabı ilə götürsək, cəmi 2,5% təşkil edir. Və verilən sərəncamda, eyni zamanda qəbul olunan dövlət proqramında bu sayı 10% artırmaq kimi planlaşdırılır. Və bu bizə nə verəcəkdir? Bu öz növbəsində həm ölkədə süd məhsullarının istehsalının artmasına və eyni zamanda ət məhsullarının istehsalının artırmasına gətirib çıxaracaqdır. Yəni, siz sual verə bilərsiniz, necə çıxaracaqdır? Necə? Maraqlıdır. Burada ənənəvi olaraq bizim ailə kəndli təsərrüfatları qeyd elədiyim ki, 2,5% bizim cins heyvanlar təşkil edir, qalan 95-97%-ə yaxınını artıq ənənəvi bizim yerli cinslər təşkil edir. Təbii ki, bu cinslərin məhsuldarlığı digər cinslərə nisbətən, bizim belə deyək, ölkəyə gətirilən cinslərə nisbətən 2,5-3 dəfəyə qədər aşağıdır. Yəni ki, daha azdır. Daha azdır, bəli. Və bunu artırmaqdan məqsəd nədir? Tutaq ki, belə lori dildə desək, bir baş cins heyvanın, götürürəm simmental, yaxud da Holstein Friesian üzərindən götürsək, 3 dəfədən artıq, hətta 4 dəfəyə qədər bir heyvan
belə deyək, bizim yerli cinslərə nisbətən daha çox məhsul verir. Hə, rəqəmlə desək, məsələn, bir Rəqəmlə heyvan bizim desək- yerli cins 5-6 litr, 7 litr Bəli, 5 litrin üzərində bizim yerli heyvanlar Süd verirsə, süd verdiyi bir halda Holstein Friesi, yəni gətirilən cins heyvanlar artıq 25 litrin üzərindən verir. Yem rasionundan asılı olaraq hətta 35-40 litrə qədər qalxa Qalxa bilir. bilər, bəli. Və bu da öz növbəsində fermerə o belə deyək, mesajı çatdırır ki, zaten siz əziyyət çəkirsiniz. Yəni 10 dənə yerli cins saxlamaqdansa 2 dənə 2 dənə, 3 dənə bizim gətirilən cinslərdən saxla və istədiyin məhsulu əvvəlkindən də 2-3 dəfə artıq əldə edə biləcəksən. Yəni dövlət proqramında Və- əsas istiqamətlərdən biri də cins Heyvanların cins tərkibinin dəyişdirilməsi, xaricdən gələn cinslərin daha çox olmasına dövlət dəstəyidir. Bəli. Bir məlumatı diqqətinizə çatdırım ki, təxminən 15 il bundan qabaq ölkəyə bu cins heyvanların yeni gətirilən vaxtlar, düzdür, bizim fermerlər o qədər təcrübəsi yox idi həmin dövrlərdə. İndi şükürlər olsun Maşallah, ki, bizim çox. fermerlər həm çox savadlı, Kadrlarda həm görürük, simental innovativ, məsələlərimiz. artıq innovativ üsullarla heyvanların bəslənməsini, saxlanması, şəraitini, yəni çox yüksək səviyyədə belə deyək, bizim fermerlərimiz təlim almışdılar və təsərrüfatlarını o qədər yüksək səviyyədə qurmuşlar ki, artıq belə deyək, Avropadan gəlib bizim təcrübələri öyrənməyə belə, hətta bizim qonaqlar gəlir, bizim təsərrüfatlara gedir, özləri belə çox maraq göstərir ki, qısa bir zamanda bu cür təsərrüfatların yaradılması, bu cür məhsul əldə olunması təbii ki, onlar üçün də bir xoş qarşılanır. Ölkədə hal-hazırda südə özümüzü təmin etmə səviyyəmiz təxminən 84%-də belə gedir. 84%. Təxminən 15 il bundan öncə, hansı ki bu biz cins heyvanların ölkəyə gəlməmişdən qabaq bu göstərici 60%-in üzərindən qalxmırdı. Təxminən 56-60% üzərində idi. Deməli biz cins tərkibini nə qədər sürətlə Dəyişdirsək, südçülüklə yeni bağlı cinslərin özünün təminat 100%-ə çatacaq. 100% və hətta 100%-in üzərində olmalıdır. Və bu öz növbəsində ət istehsalını artıracaq. Yenə bir misal çəkmək istəyirəm. Bizim yerli cinslərdən olan erkək danaların bəslənib həmin səviyyəyə tutaq ki, karkas çəkisi 250 kiloqrama gətirmək üçün ən azı fermer 3 il əziyyət çəkməlidir. Və kifayət qədər belə deyək, yem yedirtməlidir, xərclər çəkməlidir və onun baxımı, xidməti filanı. Saxlanılması xeyli pul aparır. Yekunda bu bir ildə əldə edilən cins heyvanın erkəyindən əldə edilən ətin 3 ilə bizim yerli cinslərdə əldə etmək olur. Yəni bu baxımdan da öz növbəsində dediyim kimi dövlət proqramında qəbul olunması həm süd məhsullarının artmasına və ya eyni zamanda ət məhsullarının artmasına, ətin istehsalının artmasına gətirib çıxaracaqdır. Və bu da öz növbəsində əkinçiliyin inkişafını təkan vermiş olacaqdır. Qəbul olunmuş proqramda qeyd etdiyim kimi həm süd məhsullarının kifayət qədər artırmaq, yəni belə deyək, cins tərkibini 10%-ə qaldırmaq, eyni zamanda mal əti istehsalının 20% artırılması, eyni zamanda süd məhsulunun, südün daha doğrusu 10% artırılması proqramda öz əksini tapır. Çox gözəl. Qeyd elədiyim məsələlərlə bağlı artıq bizim belə deyək, kəndlərdə fermerlərlə bizim belə deyək, tez-tez mütəmadi görüşlərimiz keçirilir. Xüsusən yay aylarında bunların məhsulların belə deyək, südün artımı daha çox olur da qış aylarına nisbətən və bu fermerlər südünü hardasa belə deyək, ixrac eləmək üçün, hansısa bir süd toplama məntəqələrinə verməkdə, yaxud da emal müəssisəsinə verməkdə müəyyən çətinliklər çəkirlər. Və proqramda əksini tapan məsələlərin, vacib məsələlərdən biri də həmin o süd toplama məntəqələrinin yaradılmasıdır. Və bu ölkə üzrə təxminən 90 ədəd süd toplama məntəqəsinin yaradılması nəzərdə tutulur ki, fermerlər artıq belə deyək, əldə elədikləri məhsulu satmaqda, yaxud da ki, belə deyək, hardasa belə deyim də, bir bazara çıxartmaqda çətinlik çəkdiyi halda, artıq belə deyək, qapının önündə, qapısının ağzında maşın dayanıb onun südünü qəbul edəcək və o emal müəssisəsinə gedəcək. Və eyni zamanda süd məhsullarına subsidiyalar nəzərdə tutulur həmin dövlət proqramında. Bəli, qeyd elədiyim kimi, yay aylarında südün məhsul artdıqca qiyməti aşağı düşür. Və bunu kompensasiya eləmək üçün artıq bizim subsidiya şurasının növbəti ayların birində belə deyək, toplantısı keçiriləcəkdir. Və bununla bağlı açıqlama olacaq yəqin ki. Rəqəmlər bəli, təbii ki, avqust ayında bu gözlənilir və burada konkret belə deyək, fiks rəqəmlər qoyulacaq. Tutaq ki, misal üçün deyirəm, süd məhsuluna 10 qəpik, misal üçün deyirəm, 5 qəpik, yaxud 8 qəpik,
onun yağlılıq dərəcəsindən asılı olaraq qiymət təyin olacaq və bu mütəmadi olaraq emal müəssisəsinə verilən süddən və ayın sonunda fermerin kartına tutaq ki, verdiyi südə münasib olaraq hesablanıb vəsait onun kartına oturmuş olacaq. Çox gözəl. Həmin o toplama məntəqələrində ki, fəaliyyətə başlayacaq, orada alınacaq avadanlıqlar belə güzəşdə düşəcək. Çox tutaq ki, süd topladın, bir çənə topladın, o tutaq ki, subsidiyalaşdırılacaq. Eyni zamanda südü daşıyan nəqliyyat vasitələrinin subsidiyalaşması. Çox maraqlı söhbətə giriş elədiniz. Mən istəyirəm hissə necə deyirlər, hər birini ayrı-ayrı yer ayıraq. İstər iri buynuzlu, istər xırda buynuzlu, istərsə də südçülük, quşçuluq hamısının haqqında danışaq. Çünki bizim fermerin real dostuna baxanların arasında həm o təsərrüfatları quran və ya qurmaq istəyən insanlar var, eyni zamanda adi bu məhsulları istehlak edən xalqımızın nümayəndələri var ki, onlar üçün də maraqlı məqamlar var. Gəlin, ətçiliklə bağlı xüsusi bir neçə məqama toxunaq. Bir müddət əvvəl, bu yaxınlarda çox da uzaq olmayan keçmişdə bizdə bir ölkə üzrə yüngül də olsa bir stres yaşandı ki, biz bəzi heyvanları və ümumiyyətlə, xüsusən də qoyunçuluqla bağlı daha çox idxal edirik xaricdən. Bilmirəm, ölkədə nə qədər heyvan kəsilir il ərzində və ya bu rəqəmlər varmı, vəziyyət nə yerdədir? Xüsusən idxal etdiyimiz ölkələr var ki, onların adları səslənəndə ictimaiyyət bəzən düşünür ki, niyə bu artıq Azərbaycanda kifayət qədər ərazi var, heyvandarlığı inkişaf edə bilər. Əslində necədir mənzərə? Bir mütəxəssis kimi sizdən eşitdik. Bizim ölkədə təbii ki, il ərzində təxminən 800-900 min başa yaxın heyvan, iri buynuzlu heyvan kəsilir. Və bunun göndərisi hardasa belə deyək, fermerin, yaxud da ki, mal bəsləyənin əlində, yaxud da ki, lori dildə desək, qəssabların əlində qalır. Heç hara belə deyək, onu nə verə bilmir, nə emal edə bilmir. Və bu proqramda öz əksini tapıb, deməli, 15 dəri toplama məntəqəsi ölkə üzrə yaradılması nəzərdə tutulur və paralel olaraq bir emal müəssisəsi. Biz bilirik ki, yəni bugünkü gün belə deyək, ayaqqabıların istehsalı, müəyyən dəri gödəkçələrin istehsalı, hamısı mal dərisindən istehsal olunur və bu öz növbəsində belə deyək, bu fermerin çəkdiyi əziyyətə bir qazanc növünə çevriləcəkdir, əlavə dəyər qatacaqdır və tutaq ki, belə deyək, bugünkü gün o gönünü, heyvandan aldığı dərini, kəsdiyi heyvanın dərisini cüzi qiymətə satırsa, artıq emal müəssisəsi qəbul edəcək, daha doğrusu dəri toplama məntəqəsindən qəbul olunur, emala veriləcək və orada həmin fermerin kartına yenə qeyd elədiyim kimi müəyyən subsidiyalar olunacaq, güzəştlər olunacaq. Sizdən artıq ikinci xoş xəbəri eşidir. Bəli. Heyvandarlıqla xüsusən məşğul olan. Ölkədə demək olar ki, deməli, heyvanların baş sayını bayaq qeyd etdiyimiz kimi 7 ədəd böyük kompleks, heyvandarlıq kompleksinin yaradılması nəzərdə tutulub, təxminən 1000-1200 başlıq. Bu isə öz növbəsində qeyd elədiyimiz kimi həm süd istehsalının artmasına və eyni zamanda ət istehsalının artmasına çox ciddi təkan vermiş olacaq. Və bu böyük fermerlər üçün nəzərdə tutulub da, belə deyək, agrokomplekslər üçün, agroparklar üçün. Və böyük fermer təsərrüfatları üçün. Bəli, amma kiçik biz fermerlərdə heç vaxt yaddan çıxartmamışıq. Və mütləq şəkildə bu fermerlər üçün də təxminən 120 ədəd kiçik təsərrüfatlar, belə Avropa timsalında götürsək, ailə kəndli təsərrüfatları üçün təxminən 25-50 baş arası iri buynuzlu heyvandarlıq təsərrüfatları yaradılacaq. Təxminən 120 təsərrüfat yaradılması həmin proqramda öz əksini tapıb. Bunlar necə yaradılacaq? Bayandırmayalım. Yəni, dövlət özəl tərəfdaşlığı fonunda, yoxsa mən məsələn, tutaq ki, mən bir fermerəm, gəlirəm, istəyirəm ki, təsərrüfat yaradam. Burada onsuz da güzəştləri var. Biz bilirik ki, məsələn, heyvan alışında cins heyvanlardan söhbət gedir. 60% dövlət güzəşti var. Və ya heyvandarlıq təsərrüfatını quranda içəridəki avadanlıqlar, bəzi şeylərə 40% güzəşt var. Bu modeldə, yəni dövlət proqramında nə üstünlük, fərqlilik və üstünlüklər nəzərdə tutulur? Bu təsərrüfatların dövlət proqramında təbii ki, bu 60% güzəştin olması, eyni zamanda siz qeyd etdiyiniz kimi 40% avadanlıq subsidiyasının verilməsi bu ənənəvi olaraq davam edəcək. Və paralel olaraq bunun kommunikasiyalarının, misal üçün şıx çəkməsi, qaz çəkməsi və digər kommunikasiyalara qoşulması subsidiyalaşdırılacaq. Çox gözəl.
təxminən belə deyək ki, qeyd elədiyim kimi subsidiya şurasının qəbul etdiyi qərardan asılı olaraq mən düşünürəm ki, 40-50% arası subsidiyalaşma nəzərdə tutulur. Bununla bağlı müzakirələr gedir. Biz çox tezliklə onu təbii ki, İnşallah yəqin yaxın vaxtlarda bu Fermerin Real Dostunda bununla da bağlı biz ətraflı məlumat vermiş olacaq. Və ən əsası, yəni indiyə qədər bizim ölkədə heyvanların identifikasiya sistemi qurulmamış. Və artıq proqramda öz əksini tapıb, tam olaraq ölkədə həm iri buynuzlu heyvanlarda, həm xırda buynuzlu heyvanlarda tam identifikasiya aparılacaq. Yəni söhbət birkalaşmadan gedir. Bəli, birkalaşıb identikləşdirilib, onların hamısı elektron sistem üzərindən bütün heyvanların izlənilməsi mümkün olacaqdır. Artıq cins heyvanlarda var. Cins heyvanlarda var, bizim yerli heyvanlar və eyni zamanda xırda buynuzlu heyvanlarda o identifikasiya sistemi demək olar ki, qurulmayıb. Yəni fermerlər özləri üçün hardasa belə deyim bir izləmək üçün qurublar, o da primitiv. Ancaq bu qəbul olunmuş proqramda artıq sistemli bir iş olacaqdır. Sirka bəlkə pulluydu o vaxt, ona görə. Bəli, pullu olduğuna görə əminəm ki, fermerlərdən biri deyəcək ki, denəm də bu sözü. Bəli, ödənişli fermerin öz hesabına ödənilirdi. Artıq bu proqramda, deməli, qəbul olunmuş proqramda artıq ödənişsiz olacaq. Dövlət vəsaiti hesabına olunacaq və onun elektron sistemi qurulacaqdır ki, tutaq ki, belə deyim, Ağcabədi rayonunun hansısa bir kəndində filan kəsə məxsus heyvanın biz tam izlənməsini görə biləcəyik ki, heyvan nə vaxt doğuldu, heyvan neçə aylığında kəsimə getdi, heyvan neçə aylığında tutaq ki, bala verdi. Və paralel olaraq heyvan xəstələndi və xəstələnən zaman hansı xəstəliyə yoluxdu və ona hansı müalicə metodlarından istifadə olundu. Çox gözəl. Bunların hamısı tam izləmə, belə deyək, üzərindən olacaq, elektron sistem üzərindən izlənilmə aparılacaq və bu ölkənin tam mənzərəsini, statistik mənzərəsini qoyacaq ortalığa. Yəni bu daha dəqiq data, yəni informasiya bazası yaradacaqdır. Bayındır Hanım, çox maraqlıdır və ümid edirik ki, bu çox belə deyək, qısa müddətdə reallaşacaq. Madam ki, biz yüngülvari keçid elədik xırda buynuzlu heyvanlara. Gəlin, bu kəsim məsələsində biraz dayanaq. Bu çox həssas məsələdir. Bizim bu el arasında, necə deyirlər, əmlik quzu eşqimiz, bu həvəs bizi bəlkə də uçuruma aparır, bilmirəm. Tam doğru. Ola bilsin ki, siz bunu daha da sərt deyəcəksiniz. Həqiqətən də 3 aylıq, bəlkə 4 aylıq heyvanın kəsimə göndərilməsi iqtisadi baxımdan daha böyük fəsadlar verir ki, istəyirəm mütəxəssis kimi bunu siz izah eləyəsiniz. Ruslan bəy, icazə versəniz bu məsələyə biraz əhatəli yanaşardıq. Deməli, dövlət proqramında qeyd olunduğu kimi hazırda heyvanların baş sayının və həmin proqramda qəbul olunan 10% artırılması nəzərdə tutulur. Bu o deməkdir ki, hal-hazırda ölkədə 7 milyona yaxın xırda buynuzlu heyvan vardır ki, bunun 10% artırılması və qapalı intensiv və yarım intensiv təsərrüfatların yaradılması nəzərdə tutulur. Siz deyən məsələyə mən ətraflı yanaşacağam. Ona görə istəyirəm ki, proqramda olanları sizin diqqətinizə, eyni zamanda fermerlərimizin diqqətinə çatdırım və sonra isə o erkən kəsim məsələsinə ətraflı toxunarıq. Hal-hazırda bizim ölkədə qoyun əti ilə özünü təmin etmə səviyyəmiz 96%-in üzərindədir. Və bu artım nəzərdə tutulur, təxminən 9%. Bu isə özünü tam təmin etmə və hətta ixrac potensialının yaranmasına gətirib çıxarır. Bilirsiniz ki, ərəb ölkələrində bizim ətə, xüsusən qoyun ətinə çox böyük tələbat var və bu öz növbəsində ixracımızı daha stimullaşdıracaq və belə deyək də, il ərzində ortalama misal çəkirəm, 1 ton biz ixrac edirdiksə, artıq bu proqram 30-cu ilə qədər öz əksini tapdıqdan sonra və bizim heyvanların baş sayı artdıqdan sonra ixracımız təxminən 10 tonun üzərinə qalacaq. Misal üçün deyirəm bu məsələləri. Bəli. Və paralel olaraq bizim fermerlərimizin ən böyük çətinliyi bizdə Azərbaycanda ümumiyyətlə qoyun südündən o qədər istifadə olunmur. Niyə istifadə olunmur? Biraz əziyyətlidir, eyni zamanda az süd verir və eyni zamanda bizim fermerlər quzunun daha yaxşı inkişaf eləməsi üçün, bəslənməsi üçün xırda buynuzlu heyvanlarını sağmırlar, belə deyək. Yəni az bir halda sağılır. Keçi sağılır daha çox. Təxminən yəni 300-400 qram süd verən heyvanın sağmağın belə əhəmiyyəti yoxdur. Və biz qeyd elədiyim kimi intensiv cins heyvanlarla biz təsərrüfatları yaratmış olsaq və həm bu heyvanın südündən və eyni zamanda
bunun yunundan da Yunundan. səmərəli istifadə etmiş olacaq. Və bugünkü gün bizim fermerlərin ən böyük problemi, ən qarşılaşdığı çətinliklərdən biri heyvanlar təbii ki, hər kəsə məlumdur və eyni zamanda sizə də bəllidir ki, ildə bir dəfə ən azından heyvanlar qırxılmalıdır. Bəli. Və hər bir heyvandan ortalama heyvanın cinsindən, çəkisindən asılı olaraq 2,5-3 kiloqrama qədər yun çıxır. Və bugünkü gün yunun heç bir yerdə qəbul məntəqəsi, yaxud da ki, emal müəssisəsi yoxdur. Müəssisəsi yoxdur. Yoxdur. Ancaq bu proqramda özünü tapıb təxminən 10 yun toplama məntəqələrinin yaradılması və paralel olaraq emal müəssisəsinin yaradılması. Biz illərdir, tutaq ki, mənim yaxşı yadıma gəlir, Sovetlər dönəmində yun ən bahalı belə deyək, məhsul sayılırdı qoyunçuluqda. Təxminən o vaxtın pulundan götürsək 10-15 manat arası 1 kiloqramının qiyməti dəyişirdi. Yunun. Bəli. Hal-hazırda bizim fermerlərin ən ciddi, tutaq ki, 300 baş heyvanı olan bir fermerimizin ildə ortalama 700 kiloqrama qədər yunu olur. O yunu belə deyim, aparır hardasa tullantı poligonunda yandırır, yaxud da müəyyən belə deyək, o da ekologiya müəyyən. Artıq bu proqramda öz əksini tapıbdır. 10 ədəd ölkə üzrə yun toplama məntəqələrinin yaradılması nəzərdə tutulur ki, bu da kifayət qədər böyük bir dəstək olmuş olacaqdır bizim fermerlərə və eyni zamanda həmin yuna subsidiyalaşdırılacaqdır. İstehsal elədiyi yunu subsidiyalaşdırılacaq. Çox gözəl. Paralel olaraq bizim bilirsiniz ki, köçəri qoyunçuluq daha çox inkişaf edib ölkəmizdə. Qapalı qoyunçuluq demək olar ki, çox az saydadır. Yəni yaylaqdan dağa. Bəli, yaylaq, qışlaq fəaliyyətindədir, belə desək. Artıq bizim qışlaqların, eyni zamanda yay otlaqlarının yaxşılaşdırılması həmin proqramda öz əksini tapıb. Burada təxminən 500 min hektara qədər, lap dəqiq desək 480 min hektar ərazinin ot örtüyünün yaxşılaşdırılması proqramda öz əksini tapıb və bu yenə qeyd etdiyim kimi subsidiyalaşdırılır. Çox gözəl. Və paralel olaraq həmin otlaqların yaxşılaşdırılması üçün subartizan quyularının qazılması və orada da yenə dövlətin müəyyən dəstəyi olacaq ki, fermer getdi, tutaq ki, ərazisində su mənbəyi tapdısa, dövlət buna dəstək verəcək. Ərazilərin fərqi varmı? Artizan quyusunun qazılması üçün. Yox, ərazi olaraq yəni hansı rayon olmasının fərqi yoxdur. Xeyr, bütün ölkəni əhatə edəcək. Misal üçün, Beyləqanın hansısa bir düzündə... Təxminən belə deyim, 100 ədəd subartizan quyusunun qazılması nəzərdə tutulur ölkə üzrə. Hamısı da subsidiya ilə. Hamısı subsidiyalaşdırılacaq. Subsidiyalaşdırılıb güzəşt olacaq. Güzəşt olacaq. Ancaq qış otlaqların və eyni zamanda yay otlaqlarının bitki örtüyünün yaxşılaşdırılması üçün müəyyən subsidiyalar, qeyd elədiyim kimi subsidiya şurasında buna da baxılacaq və müəyyən məbləğdə subsidiya ödənişi olacaq ki, fermer getsin müəyyən metodlarla o örüşünü, o otlaq sahəsini, istər qışlaq, istər yaylaq sahəsini yaxşılaşdırmış olsun. Biz hamımız əminəm ki, fermerlərdə Aqrar Subsidiya Şurasının avqust ayında olan toplantısını gözləyir. Yəni, həqiqətən də çox vacib qərarlar qəbul olunacaq görünür. Təbii ki, bəli. Yəni, ölkə başçısı möhtərəm cənab prezidentin eyni zamanda ölkə ictimaiyyətinin ən böyük arzusudur ki, ölkədə məhsul bolluğu yaratsın. Məhsul bol olduqda bizim belə deyək, xaricə heç bir vəsaitimiz getməyəcək. Yerli istehsal həm keyfiyyətli məhsul, orqanik məhsul istehsalı demək olar ki, olacaq və ölkəni özünü təmin etdikdən sonra artıq ixrac imkanlarımız yaranacaqdır və ixrac edib ölkəmizə kifayət qədər valyuta gətirməyə nail olmuş olacaq. Əmlik quzu məsələsinə toxunarlar, erkən kəsim məsələsi erkən kəsim sözün həqiqi mənasında çox ciddi problemdir. Təbii ki, biz də sosial şəbəkələri, müəyyən platformaları izləyirik. Xüsusən bizim restoranlar şəbəkəsi, mənim ciddi iradım var onlara. Hardasa bir quzunu asırlar oradan və bunu reklam edirlər ki, TikTokda çəkib paylaşırlar. Baxın, bu 6 kiloqramlıqdır, bu 7 kiloqramlıqdır, bu 9 kiloqramlıqdır. Ümumiyyətlə, dünyada belə bir praktika yoxdur ki, 8-9 kiloluq heyvanı, quzunu belə deyək, kəsək və asaq oradan reklam eləyək ki, mən 9 kilo. Tam səmimi deyirəm, bayaq siz də qeyd elədiniz. Həm dini baxımdan, həm heyvanların, belə deyim, formalaşması baxımından, yetişməsi nöqteyi nəzərindən. Yəni, bu qəbul olunmazdır. Gəlin, qısa bir arayış verim sizlər üçün, həm eyni zamanda bizim istehlakçılar üçün. Deməli, gəlin, belə baxaq ki, 3 aylıq quzunu tutaq ki, kəsir. Bizim fermer satır və bizim qəssəb alır, yaxud da ki, restoran şəbəkəsi alır, 3 aylıq quzunu kəsir. Gəlin, o quzunun bir ətin tərkibinə baxaq, görək, orada nə var?
Bu 3 aylıq quzu ancaq süd qəbul edir. Gəlin südün tərkibinə baxaq görək. Südün tərkibinin nədən ibarətdir? Təxminən 10-15% arası bunun, tutaq ki, qoyun südündə yağlılıq təxminən 6.5-7%-ə qədər olur, 2% zülal olur. Qalan hissəsi sudur. Qalan hissəsi 85% ən azı sudan ibarətdir. Baxın, bu süd əmər quzunun bizim atalar sözlərində də biraz irad kimi çıxmasın, amma düşünürəm ki, bu da düzgün qəbul olunmuş bir misal deyil. Sənə quzu kəsərəm. Sənə quzu kəsərəm. Yəni bizim o vaxt atalar deyərdi ki, sənə qoç kəsərəm, sənə toğlu kəsərəm. Yəni bu yerinə düşərdi. Qeyd elədiyimiz kimi həm bu dini baxımından, həm ümumiyyətlə fizioloji yetişkənlik baxımından qəbul olunmaz. 6 aydan tez kəsməyə ən azı 6 ay və çəki 16 kiloqramdan yuxarı. Əgər buna qadağalar qoyulsun, təbii ki, bununla bağlı biz işləyirik. Yəni aidiyyəti qurum da var da, bununla bağlı Qida Təhlükəsizliyi Qida Təhlükəsizliyi Agentliyi nəzarət edici qurumdur. Təbii ki, biz onların da məqsədi budur ki, erkən kəsimə son qoyulsun. Bayaq qeyd etdiyim kimi, identifikasiya məsələsi öz həllini tapdıqdan sonra artıq bu məsələ də demək olar ki, təbii ki, orada qeyd etdiyim kimi quzunun doğulduğu tarix bəlli və bunun kəsmə getdiyi tarix bəlli. Yəni, burada heç bir, belə deyək, kənarlaşmalar olmayacaq. Əgər elə olmuş olsa, mən düşünürəm ki, müvafiq qurum qeyd elədiyimiz kimi Qida Təhlükəsizliyi Agentliyindən müəyyən cərimələr tətbiq olunacaq və fermerlərin bir neçəsi cərimələndikdən sonra yəqin ki, biz belə deyək, müsbət mənada öz əksini tapmış olacaqdır və müsbət, baxın indi, 2 ay, 3 ay bu fermer bu heyvanı artıq saxlamış olsa, o 16 yox 20 kiloya qədər qalxacaq. Və burada heyvanın çəkisi artdıqca bunun, belə deyək, çəkdiyi xərclər də azalacaqdır. Fermer daha çox mənfəət əldə etmiş olacaqdır. Mən bir məsələni xüsusi qeyd eləmək istəyirəm. Ölkədə təxminən il ərzində 3 milyondan artıq xırdabuynuzlu heyvan kəsilir. Elementar bir misal çəkim, ortalama çəki 14 kiloqram üzərindən götürülür. Düzdür, 25 kiloluq da çəki kəsilir, 9-8 kiloluq heyvanlar da kəsilir. Ortalama biz çəkini götürürük 14 kiloqramla. Əgər biz 2 kiloqram bunun 14 yox 16 kiloqrama qaldırmış olsaq, biz tamamilə idxaldan azısılığımızı aradan qaldırırıq tamamilə. Və həmin təxminən 3000 tona, 2500-3000 tona qədər bizim ixracımız yaranır. Siz təsəvvür eləyin ki, 3 milyon heyvanı 2 kiloqram artırsaq, bizim 6000 ton ətimiz olacaq. Bizim idxalımız tutaq 4000 ton, 3500 tondur. Və burada demək olar ki, yarıya yarı bizim ixracımız artmış olacaq. Cəmi cümlətən bizim o, belə deyil, o 2 kiloqramın başındadır. Erkən kəsimdən imtina eləsə, burada biraz psixoloji və biraz da stereotip deyirlər də, illərdir formalaşan bir fikir var ki, quzu əti sanki dadlı olur. Bax, biz əti niyə yeyirik? Mən sadəcə sual verirəm ki, biz əti niyə yeyirik? Qida balansını ödəmək üçün, tutaq ki, ət enerji mənbəyidir, protein var onun tərkibində, karbohidrat var, daha enerjili olur, insan daha gümrah olur. Südəmər quzuda o karbohidrat yoxdur, o protein yoxdur. Yəni, mən tam səmimi deyirəm, qəbul eləyirsən, yəqin mənlə siz də razılaşarsınız. Mən tam razıyam. Sanki bir su qəbul eləyirsən. Çünki bayaq qeyd elədiyim kimi südün tərkibi 85% su olduğuna görə bunun da qəbul elədiyi qida süddür. Və südün tərkibində o 15%, 13% sorulur bədənə və qalan 85% xarici olur. Biz qəbul elədiyimiz, belə deyək, ətin tərkibi demək olar ki, 85% quzu ətindən söhbət gedir. Hansı ki, 6, 7, 9, 10 kiloluq quzu ətinin tərkibi demək olar ki, sudan ibarətdir. Quşçuluqla da bağlı vacib istiqamət strateji məsələləri, damazlıq tərəfini dediniz ki, xüsusən dövlət proqramında inkişafına diqqət ayrılacaq. Bir neçə cümlə ilə yekuna doğru buyurun işləyirsiniz. Deməli, hal-hazırda mənzərə budur ki, biz quş əti ilə özümüzü təmin etmə səviyyəmiz təxminən 76%-dir. Bu, o deməkdir ki, artıq bizim ehtiyacımız var quş ətinə. Və proqramda bu özünün əksini tapıb 30% biz quş əti istehsalını artırmalıyıq. Və 30% artırmış olsaq, biz demək olar ki, ölkədə özümüzü təmin etməmiz 100% olacaq və eyni zamanda ixrac imkanlarımız yaranacaq. Və bir yaxşı xəbər də odur ki, Azərbaycan süfrə yumurtasından artıq özünü 100%-dən artıq təmin edir. İxrac edirikmi? Bəli, ötən il bizim təxminən 90 milyon yumurta ixrac eləmişik.
Hətta düşünün ki, Amerika Birləşmiş Ştatlarına belə yumurta ixracımız olub. Çox gözəl. Ərəb ölkələrinə bizim ixracımız olub və hal-hazırda Azərbaycan yumurtasına çox ciddi bazarı var. Və bugünkü gün qəbul olunan o proqramda demək olar ki, həm quş ətimizə və eyni zamanda bizim quş yumurtası, süfrə yumurtasına, bəli, bizim ixrac bazarlarımız çox böyükdür. 7 ədəd böyük kəsim sexinin yaradılması, kəsimxananın yaradılması proqramda var. Eyni zamanda bugünkü gün bizim quşçuların ən ciddi problemi təbii ki, quşçuluqda bioloji fasilə deyilən bir şey var. Orada torpaq təyinatının dəyişməsində müəyyən çətinliklər yaranır. Artıq proqramda əksini tapıb 100% torpaq təyinatının dəyişdirilməsi məsələsi demək olar ki, gündəmdədir. Düşünürəm ki, proqramın sonuna dək 2030-a dək qarşımıza qoyulan hədəflərə tam olaraq çatmış olacaq və ölkənin ərzaq balansının formalaşmasında, ərzaq ehtiyatlarının formalaşmasında mühüm rol oynamış olacaq. Bu işdə sizə uğurlar arzulayıram. Bu sahədə olan, fermerin yanında olan, fermerin dostu olan bütün Kənd Təsərrüfatı Nazirliyinin işçilərinə uğurlar arzulayıram. Minnətdaram ki, gəldiniz və çox maraqlı həm söhbət oldunuz. Çox sağ olun. Mən də sizə öz növbəmdə təşəkkürümü bildirirəm. Aqrar sahəni həmişə diqqət mərkəzində saxlayırsınız. Sağ olun, Bayındır müəllim. Yeni dövlət proqramında heyvandarlıq istiqamətləri ilə bağlı söhbət edirdik. Bütün bu sahədə olan çalışan zəhmətkeşlərə onu demək istəyirəm ki, çox vacib, çox önəmli dövlət dəstəyi, dövlət proqramı çərçivəsində sizi gözləyir. Yalnız qolunuzu çirmələyirsiniz, necə deyərlər, bu işə daha da çox can yandırırsınız ki, ölkəmizin bu istiqaməti, aqrar sektoru daha da böyüsün, daha da inkişaf eləsin. Gələn həftə Fermerin Real Dostunda mütləq görüşəcəyik. Hələlik.